Salam. Bugün senin bize gönderdiğin mənbələr bizi birbaşa bir tibbi detektif hekayesinin içine atır. Baş qəhrəmanımız isə adı kifayət qədər qorxuducu səslənən bir vəziyyətdir. Sklerozlaşan adenoz. Bu elə bir vəziyyətdir ki, özü tamamilə xoş xassəli olsa da, sanki ən təhlükəli cinayətkarın, yəni süd vəzi xərçənginin bütün əlamətlərini daşıyır, bir böyük təqlidçi rolunu oynayır. Bizim bugünkü missiyamız bu təqlidçinin, belə deyək, sirlərini açmaq, həkimlərin bu ikisini necə ayırdığını anlamaq və ən əsası bu diaqnozun sənin sağlamlığın üçün əslində nə demək olduğunu aydınlaşdırmaqdır. Bax, bu böyük təqlidçi tərifi mövzunu başlamaq üçün məncə mükəmməldir. Çünki bütün hekayə məhz bu oxşarlıq və onun yaratdığı çaşqınlıq ətrafında fırlanır. Sənin təqdim etdiyin mənbələrdə bu vəziyyət bəzən sərhəd xəstəlik kimi də təsnif edilir. Bu o demək deyil ki, o xərçəngə çevriləcək, yox. Bu o deməkdir ki, o tamamilə zərərsiz bir tapıntı ilə potensial təhlükəli bir tapıntı arasındakı o boz zonada yerləşir. Məhz bu ikili təbiəti onu anlamağı həm vacib, həm də çox maraqlı edir. Gəl elə adından başlayaq. Sklerozlaşan adenoz. Düzünü desəm, bu terminləri ilk dəfə eşidən biri üçün olduqca narahat edici səslənir. Gəl bunu sadələşdirək. Bu sözlər əslində nə deməkdir? Süd vəzində süd istehsal edən ən kiçik hissəciklərin, yəni asinnilərin sayının zərərsiz şəkildə çoxalmasıdır. Sklerozlaşan hissəsi isə bu çoxalan vəzilərin ətrafındakı birləşdirici toxumanın, bərkiməsini və lifləşməsini ifadə edir. Yəni, sadə dildə desək, süd vəzinin bəzi hissələrində həm vəzi hüceyrələri artır, həm də onların ətrafındakı toxuma bərkiyir. Bu, bir növ daxili bir çapıq toxuması kimidir. Aydın oldu. Bəs bir insan bədənində belə bir prosesin getdiyini necə hiss edə bilər? Mənbələrdə ən çox rast gəlinən simptom kimi təkrarlanan ağrılar göstərilir, xüsusilə də menstrual dövrlə əlaqəli. Amma bu, onsuz da çox qadının yaşadığı bir haldır. Yəni, bir qadın bunun normal dövr ağrısı, yoxsa daha fərqli bir şeyin əlaməti olduğunu necə ayırd edə bilər? Mənbələrdə buna dair bir ipucu var? Bu çox vacib bir sualdır və milyonlarla qadını narahat edən bir məsələdir. Mənbələr bu ağrının spesifik xarakterini tam təsvir etməsə də, belə deyək, fərq adətən ağrının davamlılığında olur. Normal siklik ağrılar adətən menstruasiyadan bir neçə gün əvvəl başlayır və sonra azalır. Amma sklerozlaşan adenozla əlaqəli ağrı bəzən daha kəskin, sancıvari ola bilir və siklin daha uzun bir dövrünü əhatə edə bilir. Amma burada əsl heyrətləndirici məqam başqadır. Nədir o? Sənin mənbələrində vurğulanan bir statistika var. Halların təxminən 80%-ində sklerozlaşan adenoz fiziki müayinə zamanı, yəni əllə yoxlanışda hiss edilmir. Bu, inanılmaz dərəcədə yüksək bir rəqəmdir. Təsəvvür et, sənin ağrın var, narahatsan, amma özünü yoxlayanda və ya hətta həkim səni müayinə edəndə heç bir düyün, heç bir kütlə tapılmır. Bu, insanı çox çaşdırıcı bir vəziyyətə sala bilər. Bəlkə də mənə elə gəlir, deyə düşünə bilərsən. Deməli, əksər hallarda o bir kabus kimi gizlənir. Ağrı verir, amma özünü göstərmir. Elədim. Bəs onda necə tapılır? Yəqin ki, təsadüfən. Tamamilə. Məhz buna görə də o, adətən planlı mammografiya zamanı və ya tamamilə başqa bir səbəblə edilən süd vəzi əməliyyatından sonra təsadüfən aşkar edilir. Bu da bizi detektiv hekayəmizin növbəti ən gərgin hissəsinə gətirib çıxarır. Diaqnoz prosesi. Radioloq mammografiya nəticələrinə baxır və əlində şübhəli bir görüntü var. Bu, sanki qaranlıq bir otağın qapısını döymək kimidir, amma içəridə kimin olduğunu bilmirsən. Yeganə yol qapını açıb baxmaqdır. Tibbdə isə bu, yəqin ki, biopsiya deməkdir. Amma biopsiya qərar verməzdən əvvəl radioloq o görüntüdə nə görür ki, bu qədər şübhəyə düşür? Radioloqun gördüyü şey süd vəzi xərçənginin klassik əlamətlərinin demək olar ki, hamısıdır. Sənin mənbələrində bu təzahürlər çox detallı sadalanır. Birincisi, arxitektur pozğunluq. Bu termin biraz texniki səslənir, amma çox gözəl bir analogiyası var. Təsəvvür et ki, normal süd vəzi toxuması səliqəli hörülmüş bir parçaya bənzəyir. Arxitektur pozğunluq isə o deməkdir ki, kimsə gəlib o parçanın bir hissəsindən bir neçə ipi dartıb büzüşdürüb, naxış pozulub, toxumanın normal axıcılığı itib. Radioloqun narahat edən də məhz bu büzüşmədir. Çünki bədxassəli şişlər də böyüyərkən ətrafdakı toxumanı məhz bu şəkildə özünə tərəf çəkir. Çox aydın təsvirdir.
Bəs sənin bizə verdiyin o MRT görüntülərinə baxanda bu pozğunluğu görmək olur? Mən bu ağ-qara şəkillərə baxıram və bir süd vəzindəki toxuma quruluşunun digərindən nə qədər fərqli olduğunu görürəm. Bir tərəf daha hamar, digər tərəfdə isə sanki bir şeylər bir-birinə qarışıb, daha xaotik bir görüntü var. Bu, həmin o pozğunluqdur. Bəli, tam olaraq odur. Həmin o xaotik, qeyri-bərabər toplanma məhz arxitektura pozğunluğun və ya qeyri-müntəzəm konturlu bir kütlənin görüntüsüdür. Amma bu hələ hamısı deyil. Detektiv hekayəmizdə ikinci vacib dəlil mikrokalsinatlardır. Yəni kiçik kalsium çöküntüləri. Bu kalsium çöküntüləri niyə bu qədər vacibdir? Çünki onlar həm də süd vəzi xərçənginin, xüsusilə də ilkin mərhələdə olan in situ karsinomanın ən erkən və ən tipik əlamətlərindən biridir. Mənbələrə görə sklerozlaşan adenoz hallarının təxminən 40-55%-də mikrokalsinatlar olur və bu kalsinatlar təkcə mövcud deyil, həm də formalarına görə çox şübhəli görünə bilirlər. Məsələn, pleomorfik, yəni müxtəlif formalı və ya topa şəklində olan kalsinatlar radioloq üçün qırmızı bayraq kimidir. O bu görüntüyə baxanda bu yəqin ki adenozdur deyib keçə bilməz. Onun borcu ən pis ssenarini nəzərə almaqdır. Buna görə də son sözü yalnız biopsiya deyə bilir. Deməli, bütün bu görüntüləmə üsulları sadəcə şübhəni artırır, amma müəmmanı həll etmir. Həll isə o şübhəli nahiyədən kiçik bir toxuma nümunəsi götürüb mikroskop altına qoymaqdır. Bəs patoloq mikroskopun altına baxanda nə görür ki, bu müəmma həll olunur? Onu, aha, bu təqlidçidir, əsil cinayətkar deyil deməyə nə vadar edir? Bu patologiyanın ən zərif məqamlarından biridir. Patoloq mikroskop altında çox spesifik bir mənzərə axtarır. Xatırlayırsan, dedik ki, adenozda vəzi hüceyrələrinin sayı artır, patoloqun gördüyü də budur. O, böyümüş, sayı artmış vəzi strukturlarını görür, amma bu strukturlar ətrafdakı bərk lifli toxuma tərəfindən sanki əzilib, sıxılıb. Gözəl bir bənzətmə var. Təsəvvür et ki, bir dəstə kiçik yumşaq şar var və sən onların arasına bərk lifli iplər doldurub hər tərəfdən sıxırsan. Şarlar öz yerlərində qalır, amma formaları əyilir, uzanır. Sklerozlaşan adenozda da mikroskop altında buna bənzər bir mənzərə görünür. Bəs xərçəngdə fərq nə olur? Orada da hüceyrələr artmırmı? Əla sualdır. Xərçəngdə də hüceyrələr artır. Amma orada əsas fərq odur ki, hüceyrələr öz evlərinin, yəni süd kanallarının sərhədlərini tanımır, o sərhədləri dağıdıb ətrafa yayırlar. Onlar normal arxitekturanı tamamilə pozurlar. Sklerozlaşan adenoz dozdu isə nə qədər sıxılsa da vəzin normal 2 qatlı hüceyrə quruluşu qorunub saxlanılır. Patoloq məhz bu fundamental quruluşun qorunduğunu gördükdə diaqnozu qoya bilir. Çox maraqlıdır. Və sənin mənbələrində daha bir vacib detal var. Görünür, bizim bu təqlidçi tək işləməyi sevmir. Bəli, bu da hekayəni biraz da mürəkkəbləşdirir. O, çox vaxt digər xoşxassəli vəziyyətlərin, məsələn, intraduktal papiloma, fibroadenoma bir parçası kimi ortaya çıxır. Amma daha da vacibi, o bəzən həm invaziv, həm də in situ xərçəngin bir komponenti kimi, yəni onunla eyni nahiyədə tapıla bilər. Deməli, sklerozlaşan adenozun tapılması bir növ burada diqqətli ol siqnalı kimidir. Sanki bir dəlil tapırsan və bu səni hadisə yerində daha diqqətli axtarış aparmağa vadar edir ki, bəlkə başqa dəlillər və ya əsl cinayətkar da yaxınlıqdadır. Mükəmməl ifadə etdin. Məhz belədir. Əgər biopsiya cavabında sklerozlaşan adenoz tapılırsa, bu hər şey yaxşıdır, narahat olmağa dəyməz demək deyil. Bu, tapdığımız bu hissə xoşxəssəlidir, amma gəlin ətrafı da yaxşıca yoxlayaq. Çünki bu, bəzən daha ciddi bir problemin yoldaşı ola bilər mesajını verir. Yaxşı, beləliklə diaqnozun çətinliyini və digər xəstəliklərlə əlaqəsini anladıq. İndi isə gələk detektiv hekayəmizin sonuna, yəni hökmə. Biopsiya cavabı gəldi. Sklerozlaşan adenoz, bədxassəli əlamətlər yoxdur. Böyük bir rahatlıq, amma hekayə burada bitmir, elə deyilmi? Mənbələrdə bu məsələnin bir ancaq tərəfi də var. Bəli, və bu ancaq bütün məsələnin ən vacib və bəlkə də ən çox yanlış anlaşılan hissəsidir. Gəl əvvəlcə rahatladıcı xəbəri bir daha təkrarlayaq. Sənin mənbələrində çox aydın şəkildə deyilir ki, sklerozlaşan adenoz xərçəngönü bir vəziyyət hesab edilmir. Yəni, onun özü zamanla birbaşa xərçəngə çevrilmir. Bu hüceyrələr bədxassəli transformasiyaya uğramır. Bu çox vacib bir fərqdir. Amma gələk o ancaq hissəsinə. Mənbələr deyir ki, bu vəziyyət gələcəkdə süd vəzi xərçənginin yaranması üçün müstəqil bir risk faktoru sayılır. Bir dəqiqə. Deməli, həkim sənə deyir ki, narahat olma, bu xərçəng deyil. Amma eyni nəfəsdə əlavə edir ki, amma sənin gələcəkdə xərçəng olma riskin bir qədər artdı.
Bu, bir pasiyent üçün olduqca çaşdırıcı bir mesaj deyilmi? Bu ziddiyyəti necə başa düşmək lazımdır? Vacibdir. Müstəqil risk faktoru o deməkdir ki, sırf bu diaqnozun olması gələcək riski bir qədər artırır. Səbəbi tam aydın deyil. Bəzi nəzəriyyələr var ki, sklerozlaşan adenoza səbəb olan o hüceyrə artımı, ümumiyyətlə süd vəzi toxumasında xərçəngin yaranması üçün daha əlverişli bir mühit yaradır. Yəni, o özü xərçəngə çevrilmir, amma onun mövcudluğu göstərir ki, həmin süd vəzində ümumi bir aktivlik, bir narahatlıq var. Bəs bu risk artımı rəqəmlərlə nə qədərdir? Yəni, bu artım nə dərəcədə ciddidir? Sənin təqdim etdiyin tədqiqatlar göstərir ki, sklerozlaşan adenoz diaqnozu qoyulan qadınlarda süd vəzi xərçənginə tutulma riski bu diaqnozu olmayanlarla müqayisədə təxminən 1,5-2 dəfə daha yüksək ola bilər. 1,5-2 dəfə. Bu rəqəm ilk baxışdan çox qorxulu səslənir, 2 qat risk. Bu rəqəmi necə düzgün kontekstdə anlamalıyıq? Bax, bu rəqəmi gizdini anlamaq həyati əhəmiyyət daşıyır. Bu, sənin xərçəng olma ehtimalın 2 dəfə artdı demək deyil. Bu, sənin riskin ümumi populyasiyanın riskindən 2 dəfə yüksəkdir deməkdir. Gəl sadə bir nümunə ilə izah edim. Tutaq ki, müəyyən bir yaş qrupunda bir qadının ömrü boyu süd vəzi xərçənginə tutulma riski 10%dir. Əgər bu qadında sklerozlaşan adenoz varsa, onun riski 15-20%-ə qalxa bilər. Bəli, bu bir artımdır, amma bu hələ də o deməkdir ki, onun 80-85% ehtimalla xərçəngə tutulmamaq şansı var. Ən əsası, bu rəqəm həmin şəxsən mütləq xərçəng olacağına anlamına gəlmir. Əsla. Bu sadəcə bir statistikadır. Belə başa düşürəm ki, bu məlumat qorxmaq üçün deyil, daha diqqətli olmaq üçün bir siqnaldır. Tam olaraq, bu məlumatın əsas məqsədi budur. Bu diaqnozu olan şəxslər üçün müntəzəm müayinələr və həkim nəzarəti daha böyük əhəmiyyət kəsb edir. Həkimlər bu pasiyentləri daha diqqətlə izləyəcəklər, mammoqrafiyanı daha müntəzəm təyin edəcəklər. Yəni, bu bilik sağlamlığa proaktiv yanaşmaq üçün bir vasitədir, panikaya düşmək üçün bir səbəb deyil. Bu, çox aydın və rahatladıcı bir izah oldu. Beləliklə, gəl bugünkü detektiv hekayəmizi yekunlaşdıraq. Biz sklerozlaşan adenoz adlı mürəkkəb bir vəziyyəti araşdırdıq. O, xoşxassəli olsa da ağrıya səbəb ola bilir, amma çox vaxt əllə hiss edilmədiyi üçün gizli qalır. Ən əsası isə görüntüləmədə xərçəngi o qədər məharətlə təqlid edir ki, həqiqəti üzə çıxarmaq üçün biopsiya tələb olunur. Və hekayənin sonundakı o mühüm nəticə, özü xərçəngə çevrilməsə də, gələcək xərçəng riskini bir qədər artırır. Məncə, sənin mənbələrindən çıxartdığımız ən vacib nəticə budur. Xoşxassəli sözü heç də həmişə əhəmiyyətsiz demək deyil. Bəzi xoşxassəli vəziyyətlər var ki, tapılır və unudulur, amma sklerozlaşan adenoz onlardan deyil. O, məlumatlı olmağın, müntəzəm yoxlanışların nə qədər vacib olduğunu göstərən mükəmməl bir nümunədir. Bütün bu məlumatların işığında ağlıma son bir fikir gəlir. Biz bugün gördük ki, İnsan gözü və hətta ən müasir görüntüləmə cihazları belə bu böyük təqlidçini əsl cinayətkardan ayırmaqda çətinlik çəkir. Bu da bir sual ortaya çıxarır. Görəsən gələcəkdə süni intellekt kimi texnologiyalar milyonlarla mammoqrafiya görüntüsünü təhlil edərək insan gözünün görə bilmədiyi o ən incə fərqləri ayırd edə biləcəkmi? Bəlkə bir gün biopsiyaya ehtiyac qalmadan, yalnız görüntülərə əsaslanaraq bu müəmmanı həll etmək mümkün olacaq. Bu, müasir tibbin cavab axtardığı ən böyük suallardan biridir.